Salam, hər vaxtınız xeyir olsun. Bu kitabda belə bir sualımız var ki, 60 nömrəli sual deyirlər, AB bərabərdir BC və hər biri 10 cm verilib bizə. Burası da 10, burası da 10 verilib. AC-ni veriblər 16 cm, yəni ki, buradan buraya qədər hamısı 16 verilib. Və bizə KC-ni buranda 6 veriblər və bizdən istəyirlər ki, BK-nı tapaq. Baxın, indi bunu həll etmək üçün mən özümdən buradan bir perpendikulyar endirə bilərəm. Baxın. İndi bu bərabər yanlı üçbucaq olduğu üçün oturacağa endirilmiş hündürlük həm də ki median rolunu oynadığı üçün bunları yarı-yarı bölər. Məsələn, bura bir H desək, AH bərabər olar HC-yə. Və bura gələm 16 idi axı, hər birinə 8 düşür. Bura hissədə, bu hissədə 8 düşür. İndi burası 6 idi deyərəm, bura 2 qaldı. Və indi mən, baxın, bu üçbucaqdan Pifaqora əsasən BH-ı bilirəm ki, 6 olmalıdır. Pifaqor ədədləridir. 8, 10 varsa o bir katı da 6 qalır. Yəni ki, belə də göstərə bilərəm ki, nə olur? BH kvadrat bərabər olur. 10'un kvadrat çıxılsın 8'in kvadrat. Bu da eləyir 36. Onda BH mənə 6 vermiş oldu. Ondan sonra indi mən buraya Pifaqor teoremi tətbiq edə bilərəm. Yenə burada BK nədir? Hipotenuz rolunu oynayır. Onda BK kvadratı bərabər olur ki 6'nın kvadrat plus 2'nin kvadratı. Bu da alınır 36 plus 4, yəni 40. Onda buradan da BK kvadrat bərabərdir yazaq, 40'dırsa. BK bərabərdir olur kök altında 40. 40'ı da mən 4 vurulsun 10 kimi yazaram. Kök altında 4 vurulsun 10. 4'dən kök çıxır, 2 çıxır. Amma 10 qalır kökün altında. Deməli BK oldu. 2 kök altında 10. Yəni bu sualın doğru cavabını tapmış olduq.